Xankəndi növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə şəhərə 22 ailə, yəni 102 nəfər qayıdır. Onlar əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Bugün Xankəndinə köçürük, çox sevinçliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onu heç kəs, heç bir dünya hiss eləməzdi ki, Xankəndi geri qayıdar. Ali Baş Komandanımızın səy nəticəsində, şəhidlərimizin, yəni qəhrəmanlarımızın səy nəticəsində qayıtdı. 18 yaşında ağlaya-ağlaya gəlmişəm. İndi sevinə-sevinə gedirəm. Sevinirik, öz yerimizə qaydırıq, vətənimizə qaydırıq. Bugündən paytaxtda aparılacaq təmir işləri ilə əlaqədar bir sıra küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılır. Məhdudiyyət Həsən Abdullayev